Şairə İbrahim qızı şəhidlərə kitablar da yazıb, şeirlər də yazıb. Bu gün şəhid Aminin ziyarətinə gəlibdi. Xoş gəlib, səfa gətiribdi. Allah ondan razı olsun. Şəhidləri bir an belə unutmayan şairə bir day qızımız. Allah şəhidlərin ruhlarını şad eləsin. Bütün şəhidlərin haqqında ümumi şeiri də var, xüsusi şeiri də vardır. Kitab çıxarıbdı. Qarabağın özündə təşkil eləyibdi. Orada təqdimat mərasimi də olubdu. İnşallah həmən şairə Sevda İbrahim qızı. Allah səndən razı olsun. Sən ki, belə şəhidlərə qiymət verirsən. Məqam düşəndə ziyarətini edirsən. Bilirəm, Bakıdan gəlmişsən, xalan, yasına. Bu gün də yaddan çıxartmamısan. Baş leytenant Gülməmmədov Amin Maisoğlu'nun ziyarətinə gəlmişsən. Allah səndən razı olsun. Şəhidlərimizin hər birinin ruhu şad olsun, hər birini biz unutmamalıyıq vətəndaş olaraq. Çünki bu oğullar bizim rahat yaşamağımız üçün bu qanları tökülüb, torpaq uğrunda qanları tökülüb. Biz bu şəhidlərimizi unutmamalıyıq, unutmalıq da. Yazılan kitablar hər biri bir yiğidin həyat fəlsəfəsidir, həyat yoludur və biz bunu çalışırıq canlandıraq, öz qələmimizlə tarixlərə, tarix yaddaşlarına həkk edək. Nəyi necə bacarmışamsa, nə etmişəmsə bunu zaman göstərəcək. Allah hər bir şəhidimizə rəhmət eləsin. Allah səndən razı Şad olsun. olsun, Biboğlu. Allah razı olsun sizdən də ki, məni gətirdiniz bura, mən gələ bildim. Çox sağ olun, var olun. Allah atalarına, analarına səbir əta eləsin, səbir versin. Allah razı olsun. Mən də özümü bir salam. Day qızı, bilirəm, şəhid dedikcə öz doğmalarından betər əlin, ayağın, dilin titrəyir. O kitablarında öz sözlərin, qiymətli sözlərin öz əksini tapıbdır. Himnimizdə deyilən kimi, hüququndan keçən əsgər tərə bir qəhrəman oldu. Amma onu da nəzərinizə çatdırım ki, şəhid anası mahnıma 6741 səhifədən şəhidlərimizə videolar yığılıb. Yəni ki, o şeir əslində Amin Gülməmmədovun xatirəsinə yazılıb. Çünki mən İntisar bacımın çiyinlərində oğlunu görəndə, yəni mən onu yazmaya bilməzdim. O hisslər, o duyğular mənə onu yazdırıb və indi həmin sözlər millən də şəhidlərimizin, analarının ürəyini sızladır. Yəni, odur. Şairə day qızım, indi sən bu mövzunun dalan inşallah şəhidimizin evimizdə davam etdirərsən inşallah. İnşallah. Sağ ol. Çox sağ olun qardaş, sağ olun.